Oha! Allah'ım sana şükürler olsun ya Rabbim. Axır ki ömrümdə ilk dəfə bir şey bacardım. Bir dakika. MasterChef başvurusu. Salam hörmətli, qüdrətli, şiddətli, əzəmətli, şöhrətli, cəsarətli, sədaqətli, hərarətli, mərifətli, ləyaqətli, dəhşətli, hikmətli, müsibətli, siyasətli, bərəkətli, fəzilətli, məlahətli və ədalətli şişman adamlar. Bugün çox bacarıqlı bir adam olduğumu kəşf elədim. Bunları görün. Və sizin o tərbiyəli MasterChef yarışmasına qatılıb, nə qədər bacarıqlı olduğumu göstərib, o qızıl adapteri qazanacağım. Özünüzə yaxşı baxın və o pərəşkilərinizə də salam deməyi unutmayın. Bitti. Xiyar doğramaları, mətbəxdə stolun üstündə tort var idi, siz yemisiniz onu? Bədiyə bəbişəb. Mən robotla nasıl yemirəm? Sus lan, sənin mənim söhbəti yoxdur burada, hamımız mənim gözümdə şübhəlisiz. De bu bitki belə. O zaman bu işi Aziking usulü çözeceğiz. Söyle bakalım tost soran Reddit. Son vaxtlar evdə heç tost görmüsən? Dedim də görməmişəm. Nə demək görməmişəm, yalancı. Bunları görməliydin. Mətbəxə ən çox sən girirsən. Deməli tortda sən götürmüsən. Çəkib. Mətbəxdə ən çox mənim vaxt keçirmiş olmam. Tortu yediyimi sübut etmir bəncə. Anam, bacım, soyum, sopum, anam, avradım, yengem, dedem, ölüm, dirim, varım, yoxum, dayım, əmim, xalam, bibim, yastığım, yoxam, yatağım, qazanım, əlcəyim, çorabım, səndırım, tosturum, spirtim, pambığım, yuvam, beşiyim, çiçeğim, bödəyim, hamısı bana qabığına basıb köydə satıb vursunlar ki, mən tort görməmişəm. Bana yalan danışsan. Sülalədə canından içmədiyim adam qalmadı, nə yalan danışmaq? Nənən canından dişmədin də oradan biləm. Özdə sən robot deyilsən, sənin nətər sülalən ola bilər. Error, sistem hatası, Aziking sənin görünür. Öncəliklə xoş gəlmisiniz. Tortu mən yeməmişəm. Bəli, mən tortu yeməmişəm. Evet. 1-2-0-1-1-1-2 robot səsi, yes. Hə? Geri zəkalı bura niyə çəksən, oran çək. Kopya valla heç xətrə dəyməsin, amma mən hamımızdan şübhələndim. Opan! Opan! Kopya, yaxşısan. Of, valla heç kim götürməyibsə, kim götürüb bu tortu? Ala biz götürməmişik də, torta da olduysa oldu, əl çəkdək bizdən. Of, yaxşı, ay dildə bir şey bacarmışdım, onun içinə zibil oldu, yiyənlərə də haram olsun inşallah. Mən gedirəm mətbəxə, heç birinizlə əlləşməyə halım yoxdur. Vay nənəsini zibil qavına tulladığım. Sən götürmüşdün nə tortu?
Ayşecik halal diye çok kaşık tut pişmişsen. Arada böyle pişir oturak yiyək də. Qoy indi mən Satvortun kralını göstərəcəm. Ben yememişim. Ben yememişim. Ayşecik Allah'a dursun ben yememişim. I like to move